Bir, əziz izləyicilərimiz, hörmətli tamaşaçılarımız, biz bu günlərim demək Salyan rayonunun gözəl kəndlərindən biri olan Şəkəri kəndindəyik. Şəkəri kəndində illər əvvəl mən Qeydullah müəllim adlı kitabı vermişdim, Səlmağa müəllim adlı kitabı vermişdim. İndi gəlmişik qocaman, ən qocaman müəllimlərdən birini sizlərə təqdim eləməyə. Müəllim, sizi xoş gördük. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Adınız, soyadınız müəllim? Qarayev Malik Hücrətoğlu. Malik müəllim, çox gözəl. Malik müəllim, neçə ildir təhsil sahəsində çalışmısınız? Hansı fən tədris eləmişsiniz? Mən Rus dili və ədəbiyyatı üzrə işləmişəm. Bəli. Mirzə Fətəli Axundov adına Rus dili və ədəbiyyatı institutunu 1974-cü ildə bitirmişəm. Neçə il müəllim kimi işləmişsiniz? 74-dən 2015-ci ilə qədər hesabına görə nə deyir? 41 il demək olar ki də. 40 ildən çox müəllim təhsil sahəsində canlı fəda verən müəllimlərdən biridir. Müəllimin yüzlərlə yetirmələri var Rus dili sahəsində və müxtəlif peşə sahibləri olan var. Ən əsası odur ki, müəllim şagirdləri əsl vətəndaş, əsl vətənpərvər kimi böyüdürdür. Ona görə müəllim öz adımızdan sağ ol deyir. Müəllimin yüksək balla ali məktəbə qəbul olan şagirdlər var ki, tələbə dərs edən şagirdlər var ki, onlar müəllim işləyən də var, hərbidə də var, polisdə də müxtəlif sahədə peşədə olanlar var. Sizə öz adımızdan dərin təşəkkür bildiririk. Həm də biz indi hal-hazırda neçə yaşınız var müəllim? 76. Ay maşallah. O gün olsun biz sizi 80, 90, 100 yaşınızda gələk inşallah. Çox sağ olun. Və biz bilirik siz həm də gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var müəllim? 5. Allah sağlasın. Övladlarınızın adları nədir? Adları nədir övladlarınızın? Övladlarımın adları Bəli. Gövhər, Bəli. Elza, Famil, Səvinə, Çox gözəl. bir də o daha. Adı nədir? Yaşar. Yaşar. Çox gözəl. Neçə nəvəniz var? Nəvəm 10. 10 nəvəniz. Bugün 2026-cı il 10 fevral tarixidir. Qarlı, çoğunlu bir havada gəlmişik. Hörmətli izləyicilərimiz, təsəvvür edin, qar gözlərimizə dolur da bu vəziyyətə gəlmişik. Bu kadrlara 20 il sonra, 30 il sonra sizin nəvələriniz baxacaqdır. Onlara nə arzuluyursunuz, nə deyə bilərsiniz, nə ürək sözləri deyə bilirsiniz? Vallahi elə özgələrə nə arzulamışamsa həmişə. Elə onu da arzulayıram. Çox gözəl. Canları sağ olsun, xoşbəxt böyüsünlər, Amin. dünyaları düz olsun, Amin. müəyyən bir sənət sahibi olsunlar, öz çörəklərini yesinlər. Oldu. Çox sağ olun, dərin təşəkkür bildirirəm, hörmətli izləyicilərimiz. Mən də öz növbəmdə Vüsal Kəlbəcəri olaraq arzum odur ki, mənim vətənimizin nəvələri vətənimizin dəyərli vətəndaşları olsun, nəticələr də mənim kimi dəyərli vətəndaş olsunlar. Təşəkkürlər, minnətdaram, sağ olun.